Allahın mərhəməti şəffaf deyil deyə bizi çaşdırır. Bir dənə misal deyim. Analar övladlarını sevir. Ananın məhəbbətinin sübuta ehtiyacı yoxdur. Niyə? Çünki şəffafdır. Tez-tez biruzə verir özünü. Elə bilirsən, görərsən, anası qurban olsun oğluna ya qızına filan. Bu sözlərlə hey gün ərzində neçə dəfə onu ifadə eləyir. Atalar da övladlarını sevir, amma atanın sevgisinin bir qədər təfəkkürə ehtiyacı var. Çünki bir qədər gizlidir, şəffaf deyil. Ata sevgisi onun böyüklüyünün arxasında gizlənib. Ata rahat ifadə eləyə bilmir axı mən. Eləyirəm, o hətta ana qədər eləmir. Ona görə fikir verin, Quranın ən mühüm eşq dastanları ata-oğul dastanlarıdır. Allah məhəbbətinin yer üzündə ən yaxşı ifadəçisi, güzgüsü atanın övladına olan məhəbbətdir.